Artımların daha çox və daha tez-tez olması üçün videonu bəyənin və kanala abunə olun. 2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əmək haqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir. Mövzu ilə bağlı Nocoment az açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadi ekspert Akif Nəsirli bildirib ki, 2026-cı il üçün pensiyalarda orta aylıq əmək haqqının artımına uyğun olaraq təxminən 9,2 indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq. Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əmək haqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9,1 artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir. Ekspertin fikrincə, 2026-cı il üçün sosial sahədə həm pensiyalar, həm də müavinət və nağd yardımlar üzrə xərclərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir və bu addımlar vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir. Mənim fikrimcə, 2026-cı il üçün planlaşdırılan indeksləşdirmə addımları sosial sabitliyin qorunması baxımından müsbət siqnaldır, lakin uzunmüddətli perspektivdə kifayət hesab edilə bilməz. Pensiyaların orta aylıq əmək haqqının artım tempinə uyğunlaşdırılması real gəlirlərin qismən qorunmasına kömək etsə də, inflyasiya dinamikası və istehlak səbətinin faktiki bahalaşması bu artımların təsirini zəiflədə bilər. Xüsusilə aşağı pensiya alan vətəndaşlar üçün nominal artım real rifah artımına çevrilməyə də bilər. Digər tərəfdən, sosial müavinətlərin avtomatik indeksləşmə mexanizminin olmaması sosial ədalət baxımından boşluq yaradır. Pensiya alanlarla yanaşı, müavinət və sosial yardım hesabına yaşayan həssas qruplar da qiymət artımlarından eyni dərəcədə təsirlənir. Bu səbəbdən gələcək illərdə sosial müavinətlər üçün də aydın, proqnozlaşdırılan və inflyasiya ilə əlaqələndirilmiş indeksləşmə mexanizminin qanunvericilikdə təsbit edilməsi daha məqsədəuyğun olardı. Ümumilikdə isə sosial xərclərin artırılması müsbət tendensiyadır. Lakin sosial siyasətin effektivliyi təkcə ayrılan vəsaitin həcmi ilə deyil, həmin vəsaitin necə və kimlərə yönəldilməsi ilə ölçülməlidir. Dövlətin əsas hədəfi sosial ödənişləri sadəcə artırmaq deyil, bu ödənişlərin real alıcılıq qabiliyyətini qorumaq və aztəminatlı əhalinin rifahında hiss olunan yaxşılaşma yaratmaq olmalıdır.